Körpəsi olanlar indi təqdim edəcəyim məlumatı diqqətlə izləsinlər, çünki məşhur uşaq qidalarında təhlükəli toksin aşkar edilib. Əziz izləyicilər, hər vaxtınız xeyir. Qısa başlıq ilə qarşınızdayım. Belə bir xəbər çıxdı qarşıma. Dərhal istədim bunu sizinlə də bölüşüm, çünki Azərbaycanda da bu uşaq qidalarından geniş istifadə olunur. Odur ki, xəbəri bəyənib paylaşın ki, körpəsi olan hər bir ana bundan xəbərdar olsun. Belə ki, uşaq qidalarının dünyaca məşhur istehsalçısı Nestle, NAN, SMA və Beba körpə uşaq qidalarda daxil olmaqla 25 ölkədən körpə yemək qarışıqlarını geri çağırıb. Səbəb uşaq qidalarında ürək bulanma və qusma yaradan toksinin ola biləcəyi ehtimalıdır. Şirkət özü də xəbərdarlıq edir ki, uşaq qida qarışıqlarında Bacillus cereus bakteriyalar tərəfindən istehsal olunan serulite toksini ola bilər. Bununla belə Nestle indiyədək geri çağırılan məhsullarla bağlı yoluxma və ya simptomların təsdiqlənmədiyini bildirib, amma buna baxmayaraq artıq bir çox ölkədə geri çağırılan qidaların idxalı dayandırılıb. Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə geri çağırılma Nestle-nin ondan çox zavodunda istehsal olunan 800-dən çox məhsulu əhatə edib. Qurumun qiymətləndirməsinə görə bu şirkət tarixində ən böyük məhsul geri çağırmasıdır. Bax belə əziz analar, körpənizin sağlamlığını riskə atmamaq üçün təbii qidalardan mümkün dərəcədə istifadə edin. Yox, əgər məcburiyyətdən belə qidalardan istifadə edirsinizsə, çox diqqətli və ehtiyatlı olun. Bu arada maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın əziz izləyicilər. Allah hər bir balanı qorusun.